Və gəldik, çıxdıq elə bir məqama ki, bu məqam üçün çoxdandır hazırlaşmışdım. Və demək istəyirəm ki, Cahangir Cahangirov kimi nəhəng haqqında söz demək, onu sözlə təsvir etmək, haqqını vermək həm haqq işidir, həm də bu haqqı qazandırmaq, hazırda bədənimin titrəməsi o dahin işidir. Gənc yaşlarında dahi Üzeyir Hacıbəyev Cahangir Cahangirova yol göstərib. Daha sonralarsa o özü Azərbaycan musiqisinin istiqamətinə yol göstərib. Adından da göründüyü kimi cahan boyda qəlbi olan, uzaq görən, yazdığı əsərlərlə ruhumuzu oxşayan, qüdrətli, əzəmətli bəstəkar ilahinin yer üzünə göndərdiyi musiqi peyğəmbəridir. O qayğıkeş, o zəhmətkeş, o təəssüfkeş, o melodiyanın evi eşiyi, musiqinin keşiyi, harmoniyanın beşiyidir. O həm zəhimli, həm güləriz, həm sərt, həm də ən tələbkar, sənətkar, bəstəkar idi. Onun əsərlərində ideya məzmunu, ifadə dolğunluğu, Azərbaycan musiqisinə sıx bağlılığı insanı o qədər cəlb edir ki, sanki sənin əmin, dayın, atan, qardaşındır. O sənin ürəyinin dərinliyində yatan gizlin hissləri oyadan bir yaradandır. O yaradanın yer üzünə göndərdiyi xüsusi elçidir. Azərbaycan musiqisinin fəlsəfəsidir. Azərbaycan musiqisinin həmişə yaşar, əbədi, əvəz olunmaz əfsanəsidir. O musiqiyə qulaq asan hər bir Allah bəndəsinin şərə qalib gələn qələbə təntənəsidir. O keçmiş zamanın, indiki zamanın, zaman durmuyor zamanın musiqi ənənəsidir. Onun Dəli Kür, Yenilməz Batalyon, Papaq, Dağlarda Döyüş, Dəniz Cəsurları Sevir filminə yazdığı musiqilər onunla eyni xalqın olmağının xoşbəxtliyini hiss etdirir, fəxr etdirir, dua etdirir. Nə yaxşı ki biz onunla eyni torpaqda doğulmuşuq. Nə yaxşı ki biz onunla eyni dili danışırıq. Və nə yaxşı ki biz bugün burada onun işığına toplaşmışıq. Füzuli, Nizami, Nəsimi, Sədi, Sabir onun stolüstü kitabları olub. O özü isə bugün bizim başüstü səcdəgahımız, ayaq üstü alqışlayacağımız duadır. Onun yazdığı ana mahnısı, ana sevgisinin ən uca, ən qoca, ən hoca, yerdən ən uzaq, Allaha ən yaxın, cənnətə qapılarını açan pak bir ana təzahürüdür. Torpaqda ayaqyalın gəzməyi, dənizə saatlarla seyr etməyi sevən bəstəkardan sevməyi, daha sonra ondan sevdiyi uğrunda hər əzaba qatlanmağı öyrənməli, sonra ondan öyrənməli olduğun çox şeyi öyrənməli və sevə-sevə dinləməliyik. Uşaq mahnı janrında da öz sözünü demiş, mahnı və rəqs ansamblındakı yüksəliş, teatr tamaşalarına yazdığı mahnılardakı titrəyiş onu bizə necə sevdirməsin ki? Yaradıcılığında əsas hissəni təşkil edən xor əsərlərinə qulaq asanda adam hamılıqla, xorla demək istəyir ki, əziz Cahangir Cahangirov, siz bizim irsimiz, düşmana qarşı amansız hirsimiz, dinimiz, ana dilimizsiniz. Cahangir Cahangirov çox dərindir. O həm qəlizdir, həm də çox sadədir. O ən sadə mürəkkəbdir. O izi getməyən və qurumayan mürəkkəbdir. O qapıları musiqi qibləsinə açılan ən böyük məktəbdir. Ruhu şad olsun. Bundan gözəl təhlil ola bilməzdi Cahangir Cahangirov. Elə gözəl analiz etdiniz, elə gözəl təhlil verdiniz. Şəxsiyyəti necə lazımdır, elə də canlandırdınız. Halaldır sizə Dilarə xanım. Kəsin demək istədiyinin artıqlamasıyla dediniz. Var olasın. Təşəkkür edirəm. Çox sağ olun. Mən sizə təşəkkürümü bildirirəm. Bugünkü gündə mənim üçün bu
dünyada sənəti ilə iz qoyub gedən böyük sənətkarlar müqəddəs insanlardır. Mənim üçün bu gün də burada müqəddəs günlərdən biri sayılır. Və siz də hazırda müqəddəs işlə məşğulsuz, böyük sənət daşıyırsınız içinizdə. Var olun, çox sağ olun. Bu gözəl gündən necə ki Güllü xanım adına uyğun bizə güllər gətirdi. Təranə xanım, bu gözəl güllər də sizin üçün. Təşəkkür Bu edirəm. gözəl güllər, gözəl Güllü xanım. Sizdən gözəl olmasın bu gözəl güllər sizə. Ağ çiçəyimdən gözəl xatirə və gözəl ətirli gündən sizin üçün istəyirəm ev ətirlərindən, fransız ətirlərindən, ətirli bir gündən gözəl bir ətir sizin üçün olsun. Çox təşəkkür Sizə edirəm. çox təşəkkürümü bildirirəm və son olaraq istəyirəm burada bayaq söylədik, Cənubi Azərbaycan himni Cahangir Cahangirov tərəfindən yazılmış əsəri gözəl xorumuzun ifasında eşidək. Buyursunlar. Ey vətənim Azərbaycan, onlar yurdundan bir nişan, sən böyükdün qəhrəmanlar, adlı şanlı keçmişim var. Sen bize nimet veren, sen